Gül bahçe, gül bahçe, gül bahçeler. Açıyor Gido. Açıyor Gido. Hoş geldin. Hoş geldin. Hoş geldin. Necəsən? Ne oldu? Ay balam, siz hamınız dəli olursunuz. Bir milletin balaları değilsiniz. Ne oldu be? Allah Teala'nın hükmüyle qohum değilsiniz bir-birinizə məyə. İllərlə qürbətdə sizin həsrətinizi çəkən, gözü yollarda qalan, xiffətinizi eləyən bir insan Feyzullah kişi gəldi yanınıza. Heç kəsə əziyyət vermədi. Yük olmadı birinizə də. Sakit, kirmişcə öldü. İndi onun ilidir, ili. Yəni gedib onun məzarını ziyarət eləmək olmaz. Bir dəstə gül qoymaq olmaz. Ay bacım, ay əzizim, bircə günlük bu partiya mənsubiyyətinizdən əl çəkə bilməksiniz, bircə günlük. Qurtardım monoloğu qapar. Deyirəm, səndən yaxşı tiyatro artisti çıxardı. Astramada. Amma indi yox ha, 20-30 il bundan əvvəl verəydilər sənə müsbət qəhrəmanı, bilirsən nə oyun çıxardardın qapar. Vay, 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 vay. Adı sən bu günün, bu zamanın haçan adam olacaqsan adı? Hə? Qarşındakına bax. Şəxsiyyət əmi, şəxsiyyət. Azərtürklüyün keşiyində dayanıram. Türk-Azərliyin keşiyində dayanıram. Orta Barmaq Partiyasının həm təsisçiyəm, həm sədriyəm, həm fəal üzvüyəm. O boydana İngiltərədən gələn mal ətinin qabağında dayanan alınmaz qalayam. İndi sözün nədir? Bir dənə gorba görə, durum ayağa, gorba görə, durum ayağa zad edeyim, öz prinsiplərimin üstünə xət çəkim, hə? O zəhləm gelmişlərlə gedim qəbr üstündə dayanım, hələ bir utanmaz əqilim ora gül də qoyum. Xəlqim mənə nə deyər? Bilirsən nə eləyər xəlq məni, hə? Olmaz. Net, nein, no, əsla, nicht. Valla sizə qulaq asdıqca adamın az qalır, ağlı başından çıxsın. Naprasını. Nə ağlın başından çıxsın, nə də onun bunun başına ağıl qoyduğuna. Başı qriyeç gedir burada. Mən gedərdim Cahangirlə qəbr üstünə, dünən. Çünki onun mənsub olduğu partiya, şəhadət barmaqçılar, onsuz da sən deyən belə aktiv siyasətlə məşğul olmurlar. Ona görə də mən ona gedərdim qəbr üstünə. Dünən, bugün izaşdı. Niyə? Çünki Cahangir 3 dağa bundan əvvəl bizim milli mentalitetimizə bir belə dağ çəkdi, bir də belə dağ çəkdi, üstünə də peçat vurdu. Neyinir ki, xala qızı? Azdan bundan artıq nə yiyəcəyim? Qocalmış, əldən düşmüş, qapırmış qoca arvadla İspan rəqsi oynayır. Özü lütən odan gəlmə. Estağfurullah. Sən öləsən. Hardan bilirsən? Özün görmüsən. Görmədim, telefonda eşitdim. Mənlə danışır, əxlaqsız. Mən nə bilim? Bir də görürəm söhbətin şirin yerində qeyd arvada deyən ki, razdivasiya. Ondan sonra özü də başladı soyunmağa. Əqsi. Əşqtar sən Allah. Buran haqqı, Cahangirin afyoğuna baxma, təmiz adamdır. Xeyli vaxtdır Türkiyədə yaşayır. Türklər də namaz qılan, oruç tutan adamlardır. Yaxşı, o nə deyir bu məsələyə, xala qızı? Hansı məsələyə? Feyzullah kişinin ilini qeyd eləmək məsələsinə də. Mən nə bilim. Götür zəng elə ginən də telefonla. Əgər cavab versə. Hani? Nə? Telefon hani? Patron, sipariş verdiğiniz pencere. Hadi bir tutayım görün. Şu anda görürken hoşuma geldi. Deyirəm Allah yüzümüzə baxır. Hələ video telefonlar çıxmayıb. Əksi, biabır olardıq. Belki bugün bir şekil çektirim ha. Gönderersen şerifin yanına. Gel o ağabaş fotoğrafı çağır buna. Hele bak burada.
Şerimle. Patron, Ay. o da fotoğraf değil. Neçə? Değil. Yok, deputat seçildi. Sağ bizim başımıza. Sen bak da bakın fotoğraf oldu. Efendim. Gafar Efendi'dir Cihangir. Oo Gaffar. Canım benim. Bu ne de adamı aktarıp aramırsınız ha? Ayemde bir düşürey yadınızı Gaffar. Xeyir ola, ha? Ha, sen su kimi tertemiz bir taraf adamsın. Dur gel qaqaşımın yanına. Sana bir tane göbelek kavurması, üstünde de antrikot kebabı, yanında da gözyaşı kimi tertemiz Arap. Necedir senin için ha? Yo. Çok sağ ol. Payın artık olsun. Başka işten ötürü zənginliyirəm. Ha, ne iş yavrum? Ne iş? Yeme içmeyi de yaşmış olabilir. Ha? Yemək, içmək qalsın birisi günə. Bizdə oturacağıq Cihangir, bizdə. Amma əlbəttə ki, araqsız. Xeyir ola. Valla xeyir demək olmaz. Birisi günləri Feyzulla kişinin ilidir. Deyirəm gedərik qəbir üstünə, qəbrini ziyarət eləyərik, ehsan verərik. Tədarük görmüşəm ha. Sən qətiyyən narahat olma. Cihan rahat olma, bundan böyle narahatçılık olur. Bana bak, onlar da gelecek. O birileri deyirəm. Valla bilmirəm, hələ bir araya gətirə bilmirəm da bunları da. Hərəsi bir siyasi partiyanın üzvü olub. Cancık, bəlkə sən... Qafar, ay Qafar, mən Şəhadət Barmağı Partiyasının həmsədriyəm. Biz sırf siyasetle məşğul olmasaq da, şəhadət, yəni göstərici barmağı təmsil edirik. Mən o uşağımla, iqtisadiyyatdan, biznesdən başı çıxmayan adamlarla oturub dura bilmərəm, Qafar, qadası. Mənə onlarla bir məzar üstündə, süfrə başında ehsan yən görsələr, bilirsən nə olar, Qafar? Ha, olmaz. Olmaz qadası, sən fikirləşən olmaz. Haçaqdan qohuma, yaxına yas tutma, cinayət sayılıb. Vallahi şişirdir sizi. Qafar, şişirtmək quru yurtda qalmaqdan 1000 dəfə yaxşıdır. Mən onu vincimə məndən keçdi. Dur gəl bura. Dur gəl bura, sən mənim canım. Dur gəl bura, oturaq gülək, danışaq, zarafat eləyək. Feyzullah ünlüdür verir. Elə bilirsən o Amerikada yaşayanda, burada ölən qovma arabəsi üçün yaz saxlayır. Yekə kişisə, dur gəl bura. Sən Allah, dur gəl bura. Oturaq yey içək, gülək danışaq, təzə pəncəyimi deyək. Feyzullahın ünlü də verək də, gəlirsən. Yox Cihangir, məndən keçdi. Ayıb olsun sizin hamınıza. Mənə ayıb düşmüş. Ayıb onun üçün olsun. Mənim öz prinsiplərim var. Ona deyirlər, ay qoca arvaqlara tamah salan utanmaz, əxlaqsız. Sən kimsən məni ilə bir qəbir üstündə qəmli dayanıb durasan? Başı ver trubkanı mənə, ver. Vermə. Zəngər onu Kazımla calaşdır, qoy ürəyini ona boşaltsın. Mən onunla danışmağı öz ləyaqətimi sığışdıra bilmərəm, sağ ol. Hadi verə mənə, Alo, adı? Az boy verdi. Nədir bu? Bura da lan. Afrikacatdır bura. Onlar bizim ne hesab edirlər? Mən bu qədər pulu ona niyə verməliyəm? Patron, deyəsən onlar bizi Bananov Respublika hesab edirlər. Ged onlara deyinən ki, bizdə banan yetişməz. Bir də yetişsə, feyxo yetişir. Görsən, ağciyərdir də, danışmadı mənlə. Ne danışa bilər bu mənimlə, hə? Bu əxlaqsız, bu qoca kaftarlara meyil salan əxlaqsız. Bu sən düzüvər. Yaxşı, özünüz bilin. Mən əlimdən gələni elədim. Bir Allah şahiddir buna. Da bundan artıq neyləyə bilərəm? Günah iş tutdunuz, günah. Yaxşı, mən gedim. Sən də o saçağı görüm. Çörək yeməmiş hara gedirsən? Öz xarabama güc balı ilə yığmışdım sizi. Bir ətək pul töküb borca girib, əjdaha başları, əjdaha bədəni düzəltdirmişdim. Yığmışdım sizi bir yerə. Küçədə də bir-birinizi tanımırdınız. Nə oldu? O siyasi partiyalara, söz davasına qurban verdiniz, yaxınlığı, doğmalığı. Niyə, ne üçün? Bilmirəm. Kaş biləydim. Allah bu işlərə necə baxır? Qurban olum Allaha.
Bizim partiyamız Qafar Allah'tan üz döndərməyib ha, o biriləri kimi. Yaxşı, salamat qal. Pərt oldum biraz. Deyən görümə hara gedirsən? Bura gəl kompüterin yanına. Hə? Hala çizəcəksən? Merhaba, Ha. sənin kompüterdə web saytın var. Var. Kodunu deyələ. www.bismillahirrahmanirrahim. Yaxına gəl. Ha? Nə göstərir? Qəbirstanlıq, Nə? xaç. Ay, yo. Biraz aşağı apar, aşağı. Hə, müsəlman qəbirstanlığı oradadır. Ha? Bu de, Ha? bu de, gedirsən. Mən? Hə, həri, Neynirəm mən? gedirsən. Əlində də gül dəstəsi. Ha? Amma belə bitərsən, Necə? Gülün hiç qoymadın bəs qəbrin üstünə. Bəlkə hələ qəbrin üstünə gəlib çıxmamışam. Qeydirsən, Bəlkə. Hə? Ha? Deyəsən Feyzullahın qəbrini tapa bilmirsən. Oo. Deyən görüm. Necə yəni tapmamısan? Atamın yanında bastırmadıq onu. Yo. Biraz əvvələ qaytar, əvvələ. Yaxşı. Aşağı, ay sağ, Yaxşı. biraz. Bu de. Ha, bax getdiyim yer, Tapdım getdiyim sən. yer. Ay sağ ol. Ha. Gedirsən. Ha. Gedirsən, Ha. əlində gül dəstəsi gedirsən, qəbirlərin arası ilə. Ha. Ay kardeş. Ay kardeş. Biz burada adam bastırmıştık. Onu siz kazıp çıkarmışsınız. Kim size verip bu hakkı? Şükür bana salma yine. Ne şükür sen? Abi salmamışım ki. Abi salmaz zaten yürür be ya. Ve kim çıkarıp? Meydardadır. Kim çıkarıp bes onu? Kardeş, Ha? o kişi özü çıktı qəbirdən mən öldüm. Ne? Dedi ki, Ha? mən bələnsiyinə yerdə kəsə bilmərəm. Sonra da qeyd etdi ki, Ha? mən bu sayaq siyasiləşmiş qovum Ağrəbənin ölüsü olmaq istəmirəm. Bu işi getdi. Hara? San Fransisko qəbirstanlığına. Daha hiç ne demedi? Dedi. Ne? Goodbye.